Hibrid invertor nədir? Gəlin baxaq. Çoxları heç bilmir ki, invertorların fərqli növləri var. Məsələn, standart on-grid və off-grid invertorlar. Onların işi günəş panellərindən gələn enerjini evdə istifadə etdiyimiz elektrik enerjisinə çevirməkdir. Bir də var hibrid invertorlar. Hibrid invertorlar artıq bütün sistemin əsas idarəetmə mərkəzi rolunu oynayır. O özü müəyyənləşdirir ki, enerjini hardan götürmək daha sərfəlidir, günəş panellərindən və ya akkumulyatorlardan, yoxsa elektrik şəbəkəsindən. Gündüz o eyni anda həm evin enerji tələbatını qarşılaya, həm də akkumulyatorları doldura bilir. Axşam isə avtomatik olaraq akkumulyatorlarda saxlanılan enerjidən istifadə edərək evə elektrik enerjisiyle təmin edir. Əgər akkumulyatordakı enerji kifayət etməsə, çatışmayan enerjini şəbəkədən götürür. Bu proses tamamilə avtomatik olaraq həyata keçirilir. Sizə heç nə etmək lazım deyil. Amma hibrid invertorlarda əsasən elektrik şəbəkəsi olmadığı və ya elektrik kəsintiləri tez-tez baş verdiyi kənd təsərrüfatı, bağ evi, ərazilərdə ehtiyac olur. Elektrik şəbəkəsinin stabil olduğu ərazilərdə isə on-grid invertorlardan istifadə etmək daha məqsədə uyğun və sərfəlidir. Sizə uyğun günəş enerji sistemi üçün qiymət təklif almaq istərsinizsə, bizimlə əlaqə saxlaya bilərsiniz.